Səndən sənə şikayətim var mənim. Nədən məni sənsiz qoyub getmisən? Xoşbəxtliyi vəd eləmişdin mənə. Gözlərimi ağlar qoyub getmisən. Həmişə deyirlər ki, atamız sənin qəhrəmanıdır, sən də bizim qəhrəmanımızsan. Biz 3 qardaşıq, mən evin ən balaca oğluyam, mən atamla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən Rüstəmova Sara Bayram qızı, şəhid Elnurun həyat yoldaşıyam. Elnur 1986-cı ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub. Eldar Əliyev adına 2 nömrəli tam orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətdən qayıdandan sonra başqa da dövlətdə Elnur Dağıstanda, Soçidə gedib işləyib. Usta olub da, Elnur əl qabiliyyəti çox qəşəng olubdu. Oradan qayıdandan sonra biz ailə qurandan sonra da gedib gəlirdi. Sonra qayıdıb gəldi, oradan da getmədi, getdi hərbiyə düzəldi, hərbidə işlədi. 2014-cü ildən hərbidə işlədi, başladı işləməyə. Oxudu, gəldi işlədi. 2016-da Lələtəpə döyüşlərində də iştirak edib Elnur. Ondan sonra da elə 702 hərbi hissədə işləyirdi. O öz işini ləyaqətli, şərəfli, həmişə məsuliyyətli yerinə yetirirdi. Çox vətənpərvər idi. 2020-də müharibədə getdi, şəhid oldu. Oktyabrın 8-i şəhid oldu. 9-u onu dəfn elədilər, gətirdilər. Dəfn olundu. Elnurun 3 evladı var. Mənə 3 evladını əmanət qoyub gedib. Elnur şəhid olanda onlar balacaydılar. İndi daha böyüyüblər. Elnur yad deyil. Mənim özümün demək olar ki, əmim oğlu düşür. Bir bacının nəvəsi Elnurdur, bir bacının nəvəsi də mənəm. Nətər deyim, bir-birimizə layiq gördülər bizi. Elnur özü də çox yaxşı oğlandı. Çox, həqiqətən. Elnurun adını daşıyan var, qardaş oğlu qoyub. Qardaşı öz oğluna qoyub, balaca qardaşı öz oğluna qoyub. Uşaqların adını, bəli, İsmailin, böyük oğlumun adını Elnur özü qoyub. Burada yox idi, onda başqa ölkədə idi. O özü qoyubdu, bəli. Öz atasının adını qoyubdu. Mən Nail Rüstəmov, şəhid Rüstəmov Elnur oğlu, 2-ci oğluyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən Rüstəmov Azər, şəhid Rüstəmov Elnurun oğluyam. Biz 3 qardaşıq, mən evin ən balaca oğluyam, mən atamla fəxr edirəm. Atamın iş yoldaşları bizə gəlmişlər, onlar danışanda mən atamdan fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Əlbəttə, Elnurun o qədər arzuları var idi hamısı. Demək olar ki, mən demərdim ki, yarım qalıb. Çünki mən onun hamısını həyata keçirəcəm. Belə özü istəyərdim, o arzuları özü həyata keçirsin. Amma ki, belə mən heç vaxt qoymayacam. Hamı deyir ki, məsəl üçün arzuları yarım qalmış. Mən onu demirəm. Çünki onun hər bir həyat yoldaşı o yarım arzunu yerinə yetirməlidir ki, o arzu yarımçıq qalmasın. Onun da əlbəttə uşaqlarla bağlı arzuları var idi. Onun da hamısını mən yavaş-yavaş inşallah Allah özü köməkliyi ilə həyata keçirəcəm. Elnurun uşaqları da, oğulları da hamısı ağıllıdır, üçü də. Həmişə deyirlər ki, atamız sənin qəhrəmanıdır, sən də bizim qəhrəmanımızsan. 26 sentyabr heç vaxt unutmuram. O səhnəni heç vaxt yadımdan çıxarda bilmərəm. Elnur həmişə işə gedəndə nəsə bir əşyasını evdə unudurdu. Mən onu həmişə deyirəm ki, bütün çəkilişdə də demişəm. Nəsə bir kəmərimmi, papağımmı, nəsə bir saatımı, o gedirdi evdən bir 20 metr aralanıb bir də qayıdırdı evə. Ki, əşyamı unutmuşam, gəlib götürürdü. 26-sı o gəldi, görüşdü uşaqlarla, getdi, qayıtdı. Elə bildim hansı əşyasını unudubdu. Gəldi, dedim, axı qalmayıbdı heç bir şeyin sənin. Dedi ki, əşyalarımı unutmamışam. Burası elə qayıtmışam uşaqlarla təkrar görüşməyə. Mən bilmirdim.
Dedim ki, Elnura, niyə təkrar qayıtmısan görüşməyə? Dedi ki, o işdə də ola bilər ki, bir də uşaqları görmərəm. Heç vaxt onu da unutmaram, o səhnəni. Heç vaxt. Gəldi uşaqlarla, balaca ilə böyüklə görüşdü, ortancıl qaçdı. Qazanda dedi, gəl səndən görüşüm. Ola bilər ki, bir də görüşə bilmərəm. Bununla da görüşdü uşaqlarla. Getdi. Qapının ağzına gedəndə məni çağırdı. Dedi ki, Sara, gedirəm, bugün gəlməyəcəm. 26 günü saat 5 idi. Heç vaxt o tarihi, o saatı unutmuram. Dedi ki, gəlmişəm axşam. Dedim, niyə? Dedi ki, səhər açanda biləsən. Səhər açanda bizi atışma səsi ilə səhər açdıq biz. Uşaqlar da, mən də. Belə qan da vurmuşdular da onda. Atışma səsi ilə açdım mən səhərimi uşaqlarda. İnan, o səhnəni heç vaxt unutmuram. Zəif oldum, Elnura zəif çatım. 2 dəfə danışmışam. 8-nə kimi 2 dəfə özü zəif olub. Onda yüksəyə çıxıb oradan vurmuşdu. Danışırdı ki, komandiri olmaz. Olmaz da yəni. Elnur iş yoldaşları da Elnur nətər deyim, əskərləri tək qoymadı. 30 əskərin sevgisi Elnuru şəhid elədi. Demə, onlar tək qoyub, heç vaxt çıxa bilmərəm. Çünki onların üstündə, onlarla gedirdi Elnur. Onlarla birgə Elnur oldu da axıra kimi. Danışır Elnurun iş yoldaşları. Demək olar ki, orada çoxu şəhid oldu Elnurgilin yanında. Elnurgil həmən günü bizim kəndimizdə də, Beyləqan rayon Kəbirli kəndinə həmən gün 4 şəhidi birdən gətirdilər. Elnurun, o birislər də Elnurun iş yoldaşı idi. Bir yerdə işləyirdilər, xidmət edirdilər. 4-ünü bir gündə gətirdilər. Oktyabrın 2-si qardaşımın xəbəri gəldi. Xəbər gəldi ki, yaralanıb, Gizir Allah verdi, Vasif aparıblar hospitala. Onda elə mən ən demək olar ki, ağır elə bildim ki, dünya nə bilim uçub qalmışam altında da o dərəcədəydim. Çox pis oldum. 3 günü Elnur zəng elədi. Oktyabrın 3 günü zəng vurdu ki, mən Vasiflə əlaqə saxlaya bilmirəm. Elnur da həddindən artıq Vasifi çox istəyirdi, Vasif də onu. Onlar qayın yezinə deyilidilər. Elə bir qardaş kimi idilər də, çox istəyirdi onu Elnur. Da deyirdi, onu bir dəqiqə görməsəm də, o döyüş bölgəsində də hamı bir-birini axtaran olur da. Dedi ki, mən Vasiflə əlaqə saxlaya bilmirəm. Dünəndən əlaqəmiz kəsilib. 3 günü mənə zəng vurdu. Mən də buna demədim. Dedim ki, vallahi bilmirəm, mən də danışmamışam Vasiflə, heç evdə danışmayıbdı. Dedi ki, əgər danışsanız, mənə deyərsiniz. Dedim ki, yaxşı. Nəsə, bununla əlaqəmiz kəsildi. Sonra mən deyəsən ayın 4-ü ortancıl qardaşım da mənim hərbiçi olub. 9 il o da hərbidə xidmət edibdi, işləyib. O qardaşım bilirdi axı, qardaşı yaralanıb, aparıblar hospitala. O Elnura deyib ki, Vasif yaralanıb, gözlərindən aparıblar hospitala, Vasif oradadır. Da mən ondan sonra Elnurla danışmamışam. Bir də Elnurla 6-sı danışmışam. 2-cə dəfə müharibə başlayandan 2-cə dəfə. 3-ü bir də 6-sı əlaqə saxlamışıq, vəssalam. 6-sı da danışdı. Gecə saat 2-də zəng vurmuşdu Elnur. Uşaqlar yatmışdı. Dedi ki, uşaqları qaldır danışım. Dedim ki, Zeydi Elnur, uşaqlar yatıb da 2-dir. Bu səndən yuxulu olacaqlar. Dedi, ev yoxdur. Uşaqları bir-bir qaldırdım, uşaqlar danışdı. Balaca oğlumla da danışdı, mənlə də danışdı. Dedi ki, narahat olmayın da, yəni. Dedim ki, valla sən deyirsən, amma ki, o qorxu ki var da insan canında. Dedi ki, qorxmayın. Sonra anamla danışdı. Dedi ki, telefonu ver, onunla danışım. Bir şəhid xanımı olmaq əlbəttə qürur vericidir. Şəhid xanımı olmaq mənim üçün, şəhidimlə fəxr edirəm, mənim üçün qürurdur. Amma ki, o adı gərək layiqincə daşıyasan, o şəhidin adına layiq olasan, 3 evlad qoyub onu layiqincə yetişdirməlisən, şəhidin adına uyğun. Nə bilim, belə
mən 5 ildə onun adına layiqincə hərəkət eləmişəm. Onun adına da layiq uşaqlar böyüdürəm. İndən belə də ölənə kimi də söz verirəm ki, Elnura layiq həyat yoldaşı olaraq oraya gedəcəm. Elnurun mənə qoyub getdiyi əmanətlərin yanında ağlamamışam. Heç vaxtı uşaqlarımın yanında özümü nədər demək, güclü göstərmişəm. Bunlar yatandan sonra belə demək olar ki, özü dərdimi mən həmişə özümlə bölmüşəm. Tək Elnur yox, bütün şəhidlərdən nə qədər danışsaq da, onların nə bilim, qutarmır da. Adamın ürəyi onlardan o qədər doludur ki, ürəyin nə qədər istəyir danışasan, amma ki bitmir, yekunlaşmır. Mən də sizə öz təşəkkürümü bildirirəm. Qafqaz müsəlmanlarının 114 TV YouTube kanalına təşəkkür edirəm ki, gəlmisiniz, yad eləmisiniz, çəkirsiniz, yayımlandırırsınız, bütün şəhidlərimizi dünyaya tanıdırsınız. Sizə öz təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Qazilərimizin Allah can sağlığı versin hamısına, ailələri ilə birlikdə. Allah sizi var eləsin. Çox sağ olun ki, əziyyət çəkmisiniz, gəlmisiniz, çəkirsiniz, yayımlandırırsınız. Təşəkkür edirəm. Səndən sənə şikayətim var mənim. Nədən məni sənsiz qoyub getmisən? Xoşbəxtliyi vəd eləmişdin mənə. Gözlərimi ağlar qoyub getmisən. Bəli, gözləri ağlar qoyub getdi, ürəkləri paralayıb getdi. Amma getdi vətən üçün, dövləti üçün, xalqı üçün. Geridə qoyduğu əzizlər üçün, onların gözəl, xoşbəxt, müstəqil, azad firavan ölkədə yaşaması üçün. O vətənin xilasına gedərkən ana, evlad, həyat yoldaşı düşünmədi. Sevdiklərini düşünmədi. Yalnız onun üçün bütün sevgilər toplaşıb vətən sevgisi oldu. Bugün biz 44 günlük vətən müharibəsində Füzulinin, Cəbrayılının, vətənimizin, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən dəhşətli döyüşlərdə canını fəda verən, şəhidlik zirvəsinə ucalan Rüstəmov Elnurun ailəsinin qonağıyıq. Sağ olsun, var olsun, ailəsi bizə evinin qapısını açdı. Elnurumuz bizə 3 oğul evladı və ömür boyu xatirələrindən silinməyəcək, yolunu həsrətlə gözləyən həyat yoldaşı var. Özümüzlə bərabər ənənəvi olaraq müqəddəs Quran kitabımızı gətirdik. Gətirdik ki, ailəyə xoşbəxtlik, saadət, hüzur dolu bir həyat gətirsin. Qədəmləri mübarək olsun. Axı, müqəddəs kitabımızdır. Biz inanırıq, müqəddəs kitabımızın olduğu yerdə həmişə hüzün, saadət, məhəbbət, sevgi olar. Buyurun, inanırıq ki, Quran kitabımızı Elnurumuzun gözəl cənnət güşəsində ən layiqli yerdə saxlayacaqsınız. Əlbəttə. Buradan üzümü tuturam Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, 114 TV kanalının rəhbərliyi və bütün kollektivinə təşəkkürümü bildirirəm ki, şəhidlərimizi, qazilərimizi unudulmağa qoymurlar. Bu ailə 44 gün vətən müharibəsində bu ailə 3 zərbə aldı. 2 şəhid, 1 qazisi oldu. Şəhidimiz Elnur və Elnurun yoldaşı, həyat yoldaşının qohumu, yaxın qohumu da şəhid oldu. Onun can parəsi, qardaşları vətən uğrunda döyüşə qatıldılar. İkisi veteran, biri isə qazi oldu. O müqəddəs ada ucaldı. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. Qoy Allah Taala'nın möcüzəsi onlara şəfa olsun, öz sağlamlıqlarına qovuşsunlar. Allah xalqımızı, ordumuzu, millətimizi qorusun. Bugün biz Elnurumuzun ocağında olduq. Sabah sizin qapını döyə bilərik. Sağ olun.